Rusiyada Azərbaycanlıların evlərinə basqın edildi. Ölənlər var. Bakıdan təcili bəyanat. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. Xarici İşlər Nazirliyindən reporta daxil olan sənəddə iyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində Azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. Rusiyanın məsələ ilə bağlı təxirə salınmaz araşdırma aparılmasını və qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik deyə bəyanatda vurğulanıb.